Əziz ağbirçəklər, mən sizi Qarabağdan gələn Oruç bayramı münasibətilə ürəkdən təbrik edir. Sizin hər birinizə xoşbəxtlik, can sağlığı arzu edirəm. Arzu edirəm ki, bu oruç niyyətiniz qəbul edilsin, ürəyinizdəki bütün arzular həyata keçsin. Əziz seçicilər, neçə vaxtdır ki, biz sizinlə görüşlər keçiririk və yüzlərlə, minlərlə mənim seçicilərimlə görüşlərim olubdur. Və demək olar ki, o namizədlər içərisində ən yüksək reytinqə malik olan namizəd Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizəd mən Musayev Musa Həzioğluyam. Əziz seçicilər, siz mənimlə görüşə gəldiklərinizə görə sizə öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Və sizin müəyyən problemləriniz var idi ki, biz o problemlərin əksəriyyətini həll etmişik. Mən inanıram ki, parlament seçkilərində 6 noyabr 2005-ci il seçkilərində mən qələbə çalacağım və yarımçıq qalmış işlərimizi davam etdirəcəyəm. Yekun sözü olduğuna görə mən bir daha buradan öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm. 8 saylı Binəqədi 1-ci dairədən öz namizədliyini mənim xeyrimə geri götürmüş Yeni Azərbaycan Partiyasının üzvlərinə. Onlar bir daha göstərdilər ki, Yeni Azərbaycan Partiyası monolit bir qüvvəyə malik olan partiyamızın sədri, prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşmiş insanlardır. Amma mən təəssüf hissi ilə onu da qeyd etmək istəyirəm ki, bəzi Yeni Azərbaycan Partiyasının üzvləri öz namizədlərini axıra qədər müdafiə etmək istəyirlər. Bu insanlar kimlərdir? Bu insanlar mənə elə gəlir ki, mənim əleyhimə deyil, bizim partiyamızın sədri İlham Əliyev cənablarının əleyhinə gedən insanlardır. Partiyanın yekun qərarı olub ki, hər bir dairədən bir nəfər Yeni Azərbaycan Partiyasının üzvü namizədliyini irəli sürə bilər. Bu namizədlərdən biri haqqında mən vətəndaşlara çatdırmaq istəyirəm ki, bunlardan biri də Yeni Azərbaycan Partiyası Binəqədi rayon İdarə Heyətinin üzvü, Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdir. Kimdir Elşad Abdullayev? Rəsul Quliyev məsələsi ortaya çıxdığı gündən o öz universitetində Rəsul Quliyevin müdafiə komitəsi yaratmışdır və o komitənin başında onun mətbuat xidmətinin rəisi, onun vəkili Bəxtiyar Məmmədov durur. Və o Beynəlxalq Universitetdə bütün müsavat, AXCP üzvləri, müəllimlər fəaliyyət göstərir. Orada olan kafedra müdürləri və digər insanlar müsavata Rəsul Quliyevə xidmət edən insanlardır. Elşad Quliyevin barəsində mənə elə gəlir ki, bizim hörmətli Milli Təhlükəsizlik Nazirimiz Eldar Mahmudov mütləq cinayət işi açmalıdır. Onun bütün əməlləri ifşa edilməlidir. Elşad Abdullayev kimi adamlara Yeni Azərbaycan Partiyasında yer ola bilməz. Elə insanlar bugün partiyaya xəyanət edirlər. Sabah bizim dövlətimizə xəyanət edəcəklər. Əziz seçicilər, mən çox danışa bilərəm. Gördüyümüz işlər barədə çox sözlər deyə bilərəm. Lakin mən onu deyə bilərəm ki, 6 noyabr 2005-ci ildə siz hər biriniz seçkilərə gəlməlisiniz, mənə söz verdiyiniz kimi. O seçkilərdə fəal iştirak etməlisiniz, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi dəstək olmalısınız. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyası olaraq mən inanıram ki, hakimiyyətdə qalacaqdır. Müəyyən qüvvələr hakimiyyətə gəlmək barədə söhbətlər, çıxışlar edilər. Bir dəfəlik bu məsələlərə son qoyulmaq lazımdır. Yeni Azərbaycan Partiyası intellekt potensialı olan 350 min nəfərdən insanı öz ətrafında birləşdirən bir partiyadır. Hakimiyyətə gəlməyin bir yolu var. Demokratik seçki yolu, sivil yol. Bu sivil yolla, demokratik seçki yolu ilə Yeni Azərbaycan Partiyası 13 ildir ki, hakimiyyətdədir. Bütün seçkilərdə Yeni Azərbaycan Partiyası biz qələbə çalmışıq və mən əminəm, inanıram ki, 6 noyabr 2005-ci ildə də Yeni Azərbaycan Partiyası o cümlədən Binəqədi rayonundan irəli sürülmüş mən Musayev Musa Həzioğlu qalib gələcəyəm. Mən müxalifət nümayəndələrinə də üzümü tutub demək istəyirəm ki, Əli Kərimli, İsa Qəmbər, siz bugün deputat seçkilərində iştirak edirsiniz. Əli Kərimli, sən 5 illik müddətinə Yeni Azərbaycan Partiyasının dəstəyi ilə deputat seçilmişdin. O 5 ilin 2 ilini sən fərarı etmişsən. Etika Komissiyasının sədri Kərim Kərimov 2 ildir səni axtarır, tapa bilmir. İsa Qəmbər, sən parlamentin qısa bir müddət ərzində sədri olmuşsan. O parlamentin sədri olduğun müddət ərzində sən hansı cinayətləri törətmişsən? Və sənin öz cəbhə yoldaşın Etibar Məmmədov sənə bəyan etdi ki, İsa Qəmbər, sən cinayətkarsan, sənin əlin qana batıbdır, sən spiker ola bilməzsən. Mən bir daha bütün seçiciləri seçkiyə gəlməyə dəvət edirəm. Sağ olun.